Birləşmiş Ştatlar Konqresində 907-ci düzəlişin tam ləğvi gündəmə gəlib. Bu düzəlişin ləğvi iki ölkə arasında, yəni bir mərhələnin başlanğıcı ola bilər və əməkdaşlıq imkanlarını genişləndirə bilər. Bu günlərdə ABŞ Konqresində Azərbaycana yardım məhdudiyyətlərini ləğv etməklə bağlı qanun layihəsi təqdim edilib. Söhbət Azadlığı Müdafiə Aktına bədnam 907-ci düzəlişdən gedir. O düzəliş ki, bu il Prezident Donald Trump tərəfindən bir illiyə dayandırılmışdı. Ancaq onun tamamilə ləğvi məsələsini parlament reallaşdıra bilər ki, bununla bağlı da artıq addımlar atılmaqdadır. Bəs bu təşəbbüs nə bədidir? Bu layihənin ləğv edilməsi Azərbaycan-ABŞ münasibətlərini necə təsirləndirə bilər? Sualı isə mövzunun əsas məqamlarındandır. Prezident İlham Əliyevin avqust ayında Vaşinqtona səfərindən sonra Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətlərində yeni bir pəncərə açılır və Azərbaycanla Amerika Birləşmiş Ştatlarının münasibətləri dərinləşdirməyə başladığı bir dövrdə 907-ci düzəliş kimi absurd bir qərarın olması əlbəttə ki, qəbul edilən olmazdı. Bu baxımdan da Amerika Birləşmiş Ştatlarında bu məsələ ilə bağlı atılan addımı tamamilə təqdir edilən bir hadisə kimi dəyərləndirmək olar. Beləliklə, 907-ci düzəlişin ləğvi təkcə hüquqi sənəd deyil, həm də Vaşinqtonun regiona və Azərbaycana münasibətində mümkün dəyişikliklərin göstəricisi kimi qəbul edilməlidir. Prosesin hansı mərhələyə çatacağını isə qarşıdakı müzakirələr və siyasi qərarlar müəyyən edəcək. Bəturə Nəbiyeva, Space.